İtalyan mətbəxini sevdiyimə görə bu dəfə risotto hazırladım. Biraz milli ruh qatıb buz əti ilə elədim. Shiitake göbələklərini yuyub nazik formada filə eləyirəm. Dağ olmuş yağda qovururam. Quzu ətini barmaq şəklində doğrayıram. Elə həmin yağda qızardıram. Mükəmməl ət idi deyə tavaya düşən kimi bişdi desəm inanmazsınız. Ardıca incə doğradığım soğanı da qızardıb, ət və göbələklə qarışdırıram. Risotto üçün arbolyo düyüsü vacibdir. Hər yerdə satılmadığına görə favorit premiumdan əldə eləmişdim. Getmişkən parmezan, shiitake göbələyi, ağ şərab, trüfel yağını da elə buradan almışdım. Bu düyünü isə bu yeməkdə qətiyyən yumaq olmaz. Çünki düyü yuyulan zaman nişastası axıb gedir. Bizə isə onun şirəli teksturası lazımdır. Düyünü yağda qovurub ağ şərab əlavə edirəm. Ardıca isə adi su. Bulyon olsa daha dadlı olardı, məndə olmadığına görə adi suyundan əvəzlədim. Rənginin əlvan olması üçün isə həvəng dəstəyi ilə zəfəranı əzib səpirəm. Əslində düyü al dente bişməlidir, amma mən Azərbaycanlı olaraq tam bişirdim. Ən sonda bol parmezan səpirəm. İtalyanlar isə deyir ki, risotto si muove, non si ferma. Yəni risotto axmalıdır, şirəli olmalıdır, dayanmalı deyil. Bilmirəm məndə forması nə qədər uğurlu alındı, amma quzu əti ilə çox dadlı idi. Bəs siz necə sevirsiniz İtalyan mətbəxini?